Dadı müəllimi bizə təxminən 2 il bundan öncə müraciət etmişdi. Boynun ön səthində böyük ölçülü bir kistası var. Doğru mu? İşte o vaxt biz Dadı müəllimi demək boynunu sadəcə bir şprislə funksiyaladık və təxminən 20 millilitrdən böyük həcmdə kistik möhtəviyyət boşaldıq. Görürsünüz, trioblostal kisti böyük ölçülü, təxminən 5 cm var. İnşallah tamam, bitti artıq. İçində çöküntüsü də var. Görürsünüz, tam çəkdik. Göstərin doktor. Və içini tamamen boşaltmaya çalışacağıq. İçində bir çöküntüsü var. Bizim prosedurumuzdan təxminən 2-3 il keçirib artıq daimən bu yönəlik kontrola gəlib və kontrol elədiyimizdə burada o proses müayinəsini göstərə bilərik və heç bir kistik möhtəviyyat və proses qalmayır. Özünüzü necə hiss edirsiniz, onu da deyim. Çok sağ olun doktor. Sen minnettarım. Ben de yapışırsın. Keçmiş olsun. Gələndə boynun önündə belə bir böyük hissdə var. Özün də inanmırdı ki, beşikirsən bu qutara, qutardan var. Keçmiş olsun. Sağ ol.